Salam, deməli bugünkü dərsimizdə biz Ubuntu serveri sistemə yüklənməsini başa salacağam sizlərə. Deməli bu necə edəcək? Oracle VirtualBox-u açırıq və keçən dərslərdən mən ardıcıl olaraq Kali Linux'un, Windows'un laboratoriya şəraitində yüklənməyi başa salmışdım. Bu dərsimizdə isə Ubuntu server. Serverləri bilmək təbii ki biz bilməliyik əzbərə, çünki serverlər üstə Pentera sitesi əsasda laboratoriyaların üzərində hazırlanır. Ubuntu server yazıram. Ubuntu server yazandan sonra Linux Ubuntu 64 və hard diskə biraz yer veririk laboratoriyalara görə. Finish. Başqa içinə gəlir display 128 olmadı mütləq şəkildə, network bridge və ondan sonra storage empty choose this file və ekrandakı Ubuntu live serveri götürürük. Təbii internetdən götürülmüş bu live server ADSO formatdır. OK və start veririk. Və başlayırıq yükləmələrimizə. Deməli dediyim kimi başda Kali Linux, daha sonra Windows server və Ubuntu server. Bunlar laboratoriyalardır ki, biz burada Red Team və Blue Team layihələri hazırlayacağıq. Çalışın hər videoya like atmağı unutmayın, sayımız çoxalsın. İnşallah ardıcıllıq, yəni YouTube-da fəaliyyət olaraq canlanma hiss etdikdə mən ardıcıl olan videoları qoyacağam. Baxıb faydalana bilərsiniz. Yüklənmə başlayır. Burada inteqrasiyalar, bu belə deyək, versiyada xüsusən də qrafik interfeys olmadığına görə komandalarla işləyəcəyik, belə deyək. Və burada X vururam, jaluzi geçsin. Ancaq komandalar, yəni mouse'u bu hissəyə gətirməyə ehtiyac yoxdur. Ancaq komandalarla işləyirik və verdiyimiz komandalar serverin daxilinə yüklənir. Yəni Ubuntu server adi bir serverdir, yəni normal serverdir. O ancaq biz onu VirtualBox-lara, virtualların daxilinə yazırıq, belə deyək. Və indi bizə yüklənmə qaydalarını ardıcıl olaraq bizə göstərəcək. Başladıq. Mən 22 versiya götürürəm stabil olduğuna görə, amma yeni versiya 24 versiyada istifadə etmək olar. Fərq eləmir. Hamısında install indi. Mən enter vururam ingiliscəyə. Continue enter. Don't enter. Enter. Enter vururam, enter vururam, enter vururam. Və burada aşağı düşüb continue verirəm. Aşağı düşürəm burada da don't və continue düşürəm. Burada mənə serverin user emin. Təbii aşağı düşürəm user emin. İş yer ortamında təbii belə yəni olmur user passwordlar. Mən default olaraq password root qoyuram. Aşağıda password root qoyuram. Yəni emin root. Təbii iş yerində bunu qoyma olması root, çünki təhlükəsizliyə görə. Daha sonraki dərslərdə başlayacağım niyə. Mən emin root qoydum və don't continue sh. Bura bir yekə probel var, işarə. Klaviaturada probel, yekə klavişə vurduqda bura X düşür. X düşdükdən sonra aşağı düşürük don və lap aşağı düşürük bunu yükləməsi üçün dondan istifadə və yüklənmə gedir. Bir müddət yüklənmə vaxtı ayıracaq, ona görə mən pauzaya qoyuram. Kontrol. Bəli, indi arxasına gedirik, artıq yüklənmə baş verib və reboot now-a düşürük. Yenidən başladıq, artıq yükləndi sistemimizə və tam səviyyədə yüklənən sonra ardın gedirik. Enter vururuq. Artıq açılır sistem. Burada artıq açıldı, artıq yüklənmə baş verdi. Sistem yüklənir. Demo sistemi yüklənib. Hazır vəziyyətdədir. Girişdə təbii ki bizdən login password istəyir. Emin. Üzr istəyirəm. Təbii ki emin, login, enter, password root, enter. Root'u göstərməyəcək təbii təhlükəsizliyə görə. Birincisi sistem yüklənərkən belə deyək, Ubuntu serverə mütləq şəkildə biz super user yaratmalıyıq. Super user nədir? Yetkiləri vermək üçün super user'ın yetkiləri çox olur. Ona görə birincisi Ubuntu'da belə deyək, üst düzey istifadəçi uygulama veririk. Ondan sonra bir də normal user'ımız onsuz da var. Sudo defs-i passvd root. Yəni mən yazdım sudo defs-i passvd root, enter. Mənə deyir password-dinə root, enter. Password-dinə root, enter. Password-dinə root, enter. Və successfully su enter root. Super user olduq. Ondan sonra apt update güncəlləmələri verdik və güncəlləmələr artıq aktivləşdi bizim sistemimizdə. Sonra apt yenə də upgrade. Upgrade veririk və yes enter. Və sistem bütün yenilikləri bizim kompüterimizə, yəni serverimizə yüklənir və demək olar hamısı hazırdır. Artıq biz ilk dərsimizdə Kali Linux yükləmişdik, əməliyyat sistemi Pentera sitesi üçün lazımdır. İkinci dərsimizdə biz Windows yüklədik,
O da test üçün lazım bizim laboratoriyamıza. Və üçüncü dərsimizdə Ubuntu serveri yüklədik ki, Ubuntu serverdə xüsusilə də serverləri öyrənmək cyber security də önəmlidir. Həmçinin kodinqlə məşğul olanlar da bunu bilməlidir. Belə deyək, sistemlərin əksər layihələr, məsələn biz belə deyək, Blue Team-də də əsas layihələrimizi server üzərində qururuq və Ubuntu server ən yaxşı seçimlərdən biridir. Bir neçə serverləri dərs boyunca öyrənəcəyik. Çalışın like verməyi unutmayın. Çünki nə qədər çox baxış gələrsə, nə qədər çox like gələrsə, mən davamlı videolar qoyacağam. Çünki bu sahə günümüzün ən aktual sahəsi cyber security informasiya texnologiyalarında. Belə deyək, ona görə irəliləyən dərslərdə mən daha irəli mövzulara toxunacağam və əgər çox baxış, like gələrsə, daha irəli videolar zamanla ardıcılı olaraq qoymağa başlayacağam, yerləşdirməyə başlayacağam səhifəmdə. Və artıq progress də getdi. Yəni super user'ı yaratdıq, apt update, apt upgrade verdik. Artıq demək olar ki, sistem tam şəkildə bizim server, yəni bizim VirtualBox-un daxilinə yükləndi. Yenə deyirəm, mən Ubuntu server 22 versiyadan istifadə eləmişəm, stabil versiyadır. İnternetdən adi ISO formatı yükləmişəm deyə ekranda var. Oradan və VirtualBox-umuzun daxilindən bunu aktivləşdiririk. Belə. Artıq progress də baş verdi. Yəni artıq sistemimizin daxilində demək olar ki, yüklənib. İndi progressdən keçsin. Artıq tam hazırdır. Burada bir pauza verək. Və progressdən keçdi. Bu hissədə belə deyək, enter vururuq və sistem artıq tam hazır vəziyyətdədir və istifadə etmək olar. Gələn dərsdə sistem haqqında mən daha irəli firewalllar, sistemlər haqqında məlumat verəcəm, ardını gedəcəyik. Hələ ki biz Kali, Ubuntu, Windows serverləri yükləmişik, hazırlıqlarımızı görmüşük və bizim VirtualBox-umuz artıq tam səviyyədə hazırdır. Kalimiz əməliyyat sistemi penetration testi üçün, yəni hakerlər istifadə edir. Windows əməliyyat sistemi yükləmişik test üçün və Ubuntu serverimizi yükləmişik ki, bunlar 3 əsas vacib məqamlardır cyber security-də. Əsas da cyber security öyrənmək praktik bacarıqlardan irəli gəlir. Yəni burada ən çox nəzərdən ümumiyyətlə qaçın, praktik olduğu halda Blue Team, Red Team-i tam qavramaq olur. Mən həmişə deyirəm, Blue ilə Red bir-birinə qardaşdır. Çünki Red-i bilmədən Blue-nu anlamaq olmur, Blue-nu bilmədən Red-i anlamaq. Yəni bunlar ikisi də fərqli mövzularda başa düşüləsi deyil. Həmçinin nəzəriyyədən də uzaq gəzin. Ən çox da praktiklərdə bulunun. Praktiklər nə qədər çox olarsa bir o qədər yaxşıdır. Like verməyi unutmayın. Əgər çox baxış gələrsə mövzularımızın davamı olacaq inşallah. Və gələn dərsdə ardını yəni başlayacağam ki, firewalllar, sistemlər və sızma testləri eləyəcəyik. Həmçinin Blue Team-də rahirə düzəldəcəyik inşallah. Allahın amanında görüşərik.